izləyicilər. Bugün sizinlə 19 aprel buraxılış imtahanına düşən suallardan nümunələrə baxacağıq. Bu birinci hissədə, videonun birinci hissəsində yalnız dil qaydası sualları ilə tanış olaq. 31-ci sualdan başlayaq. 31-ci sualda soruşulur ki, təzə açılmış çiçəkləri görəndə yazın ilıq nəfəsini sinənə çəkəndə adama qəribə hisslər bürüyür. Bu cümlədə həmcins zaman zərflikləri nə ilə ifadə olunub? Təzə açılmış çiçəkləri görəndə, yazın ilıq nəfəsini sinənə çəkəndə nə zaman, anda, əndə şəkilçisi var. Sonuncu sözlərdə öncəki sözlər isə onunla birlikdə tərkib əmələ gətirir və feili bağlama tərkibləridir. 31-i düz yazıb şagird, 32-yə baxırıq. Nümunəyə əsasən doğru fikirləri bildirin deyir. Müasir Azərbaycan musiqisinin banisi, professional musiqiçi Üzeyir Hacıbəyli ixtisasca müəllim olmuş, ömrünün 40 ildən artıq bir dövrünü müəllimlik peşəsinə sərf etmiş, xalqın maariflənməsi və inkişafı üçün çox faydalı işlər görmüşdür. Bu cümlədə şagirdimiz seçib A variantı, bir sözün həm sinonimi, həm də antonimi var. Müasir sözünün, bəli, çağdaş sinonimi, qədim antonimidir. 4'ü seçip peşəkar sözünün sinonimi işlənmişdir. Profesional sözüdür, doğrudur. 5'i seçip bani bir şeyin əsasını qoyan təqlid edən şəxsdir. Təqlid edən deyil amma. 1-4 ilə başqa hansı variant var? 2 var. Tünd qara hərflərlə yazılmış ifadə mürəkkəb feildir. Sərf etmiş sözünü nəzərdə tutur. Bəli, doğrudur. Sərf etmək mürəkkəb feildir. Ayrı yazılan feillər bəhsində bunu biz keçmişdik şagirdlərlə. Feillər, yəni mürəkkəb feillər 3 cür yazılır. Bitişik, defislə və ayrı. Ayrı yazılar olar. Olmaq, etmək, bilmək sözləri ilə başqa sözlərin birləşməsi nəticəsində əmələ gəlir. Sonra 33. Ədat işlənmiş cümlələri müəyyən edin. Deməli, yazıb C variantı. Qoysana həyatdan biraz zövq alın. Bir doğrudur. Qoysana sözüdür ədat. 4. Bu iş ki sənə tapşırılmışdı. Doğrudur. 2. Qüvvətləndirici ədatdır burada. 6 yazıb, bəli, vaxtında gəlmisən. Bu da tamamilə doğrudur. Təsdiq ədatıdır, bəli. C doğrudur. 34-cü suala baxaq. Müqayisə cədvəlinə əsasən yanlış fikirləri müəyyən edin. Gizlədim sözü var və düşünək sözü var. Deməli, gizlədim sözünün tərkibinə görə təhlilini biz gizləmək sözün kökü, gizlədi, şudi keçmiş zaman, m şəxs sonluğu kimi və gizləmək sözünün kökü, gizləməkdən gizlətmək və gizlədim əmr şəklinin şəxs sonluğu kimi də düşünmək olar. Düşünək sözün baxaq, düşünmək sözün köküdür, ya aq-əc əmr şəklinin sonluğu kimi düşünəcəyik, ya da a-ə arzu şəkli ki, aq-əçin deməli qısaldılmış forması, saitə düşmüş forması, yəni şəxs sonluğu kimi düşünürük. Yəni ya 2 qrammatik şəkilçi ilə, ya 1 qrammatik şəkilçi ilə. İndi isə keçid alaq tapşırığın həllinə. Yanlış fikirləri soruşur. Birincidə deyir ki, gizlədim sözünün tərkibində bir kök və bir qrammatik şəkilçi var. Mən dedim ki, bu sözü 2 cür düşünə bilərik, düzdürmü? D şudi keçmiş zaman və m şəxs sonluğu olanda 2 qrammatik şəkilçi olur. D-nı gizlə sözün kökü, t şəkilçisi, leksik şəkilçi, feildən feil düzəldən şəkilçi, təsirli feil düzəldən və im şəxs sonluğu kimi düşünsək isə bir leksik, bir qrammatik olmalıdır. İstənilən halda 1-ə uyğun gələn yoxdur. 1-i götürürük. Aşağı ilə də işləyək. Burada B və C-ni çıxıram. 1 olan variantlar qalır. 2-yə baxıram. Kökü və başlanğıc forması fərqli nitq hissəsinə aiddir. Kökü gizləmək feili, hər iki variantı düşünəcəyik. Kökü gizləmək feili, şudi keçmiş zaman, m şəxs sonluğu olduğu zaman kök və başlanğıc eynidir. Çünki sadə feildir, sadə sözdür. Əgər t-nı leksik şəkilçi düşünsək, o zaman kök də gizləmək feilidir. Gizlət olan başlanğıc formada feildir və kök və başlanğıc forma fərqli yox, eyni nitq hissəsidir. 2, yəni istənilən halda yanlışdır. 2-ni götürürük. 1, 2 ilə 2 variant var, ancaq onlar üzərindən davam edəcəm. 4 və 5. 4-də deyir, düşüncə sözü ilə eyni köklüdür. Bilirik ki, eyni köklü sözlər düzəltmə olmalıdır quruluşca. Yalnız düzəltmə, nə sadə, nə mürəkkəb. Düşünək sözünü isə biz 2 cür düşündük. İkisində də sadə idi. Ya arzu şəklində, ya əmr şəklində olsa düşünək feili.
e, sadə sayılır. Sadə sözlər eyni köklü olmur. Yanlış kimi götürürəmsə 1, 2, 4-ü götürməliyəm. Cavab D olmalıydı. Niyə 5 yox? Tərkibinə görə təhlilə iki cür düşünülə bilər deyir. Biz də bayaq mən izah edəndə siz də eşitdiniz. Bəli, gizlədim sözündə iki cür təhlil eləyə bilirik. Düşünək sözündə. Yəni burada D olacaq. 35-ə baxırıq. Deməli, 35-də soruşulur. Cümlə var. Cümlə ilə bağlı yanlış fikirlər deyir. Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən. Nə edirsən? Göstərirsən. Burada göstərirsən fiilin altından xətt çəkib. Şagirdimiz yazıb altından xətt çəkilmiş söz tabirlik əlaqəsinin yalnız əsas tərəfidir. Baxın, xəbər mübtəda ilə əlaqəyə girdiyi zaman asılı olur. Mübtəda yoxdursa, yalnız əsas tərəf sayılır. Burada isə cümlədə mübtəda yoxdur. O zaman yalnız əsas tərəfdir. Doğru fikirdir. Yəni heyf ki, cavabı səhvdir. Burada B variantına diqqət yetirsək görərik ki, yazıb şəxsiz sadə cümlədir. Gücsüzlüyünü göstərirsən. Əgər mən qarşımdakı insanı nəzərdə tutub bunu deyirəm ki, özündən gücsüzə qəzəblənməklə, tutaq ki, həmin insan özündən gücsüzə qəzəblənib də, mən də ona dərs verirəm, belə deyək, məsləhət verirəm. Deyirəm, özündən gücsüzə qəzəblənməklə özü gücsüzlüyünü göstərirsən. Belə desəm, müəyyən şəxsidir, sən göstərirsən. Ümumiyyətcə desəm bu fikri, hər kəsə aid edib desəm ki, insan da, yəni özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən, ey insan. Bu kimi fikri nəzərdə tutub desəm, ümumi şəxsli olar. İstənilən halda şəxsi sadə cümlə fikri səhvdir. Burada B olmalıydı. 36-cı sualda hər iki sözdə sadə eyni hərf buraxılıb deyir. Burada A olmalıydı. Detektiv, istirahət. 37-ci suala baxaq. Nə deyir orada? Çobanın könlü olsa təkədən pendir tutar. Tabeli mürəkkəb cümlədir. Yanlış fikir istəyir, doğru olmayan. Yazıb budaq cümlə baş cümləyə bağlayıcı söz və san şəkilçisi ilə bağlanıb. Düz yazıb. Burada bağlayıcı söz yoxdur. 38-ə baxıram. Nümunələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin deyir. Axırda bu işdən əli üzüldü və soyuqdan donaraq çay sahilinə indi. Bu birinci cümlədir. Bu hadisədən sonra polis idarəsinə getdi. İtən əşyaların siyahısını verdim. Baxıram, nümunələrdən yalnız birinə aiddir. Zaman zərfinə aid söz var axırda. Doğrudur. Amma götürməyib. Bir dəqiqə, ikinciyə də baxın. Bu hadisədən sonra polis idarəsinə getdi. Bir ikincidə yoxdur zaman zərfi. Nitq hissəsi kimi zərf və zaman zərfi yoxdur. Bir doğrudur. Biri götürməliydik. A deyilsənlən halda yanlışdır. Ara söz işlənib deyir. Ara söz işlənməyib. Və var bağlayıcılardan. Qoşma var kömək sintaksiyələrindən. Ara söz bilirsiniz, əsasən modal söz ifadə olunur. Burada modal söz kömək sintaksiyələrindən yalnız bağlayıcı var və qoşma var. Modal söz də yoxdur, ara söz də yoxdur. 2 yanlışdır. Heç birinə aid deyil ümumiyyətcə. Sonra feili bağlama tərkibi işlənib. Soyuqdan donaraq birinci cümlədə var idi. İkinci cümlədə isə yoxdur. 3-ü götürürəm. 1, 3 ilə 2 variantda C və Y, 4 və 5 üzərindən irəliləyək. Zərfli və xəbərdən ibarət sadə cümlədir deyir 4-də. 5-də deyir təsvirlənən feillər keçmiş zamandadır. Hər iki cümlədəki feillər şudi keçmiş zamandadır. Yəni üzüldü, indi, getdi, verdi. Bu sözlər, feillər şudi keçmiş zamandır. Şudi keçmiş zaman xəbər şəkili deməkdir. Şəkillənən feillər təsvirlənən feil anlamındadır. Doğrudur. Yəni 1, 3, 5 olmalı idi variantı. 39-a baxırıq. Uyğunluğu müəyyən et deyir. Şagirdimiz A variantı, C variantı yazıb. Baş üzvləri feillə ifadə olunan cümləyə götürüb. İşləyənlər həmişə lazımınca mükafatlandırılırlar. Doğrudur. Mübtədamız işləyənlərdir, feili sifət. Xəbərimiz mükafatlandırırlar sözüdür. O da feildir, təsvirlənən feildir. Mükafatlandırılırlar. Bəli, indiki zamandadır, təsvirlənən feildir. 1A, 2-yə C yazıb. Baş üzvləri söz birləşməsi ilə ifadə olunub. Bədən dili, davranışla idarə olunan ünsiyyət növüdür. Ünsiyyət növüdür xəbər, nə ünsiyyət növüdür? Bədən dili mübtəda, ismi birləşmə ilə ifadə olunub.
Hər ikisi söz birləşməsindən doğrudur. 3-ə baxaq, D-yə yazılıb. 3 deyir ki, baş üzvlərdən yalnız birinin iştirak etdiyi cümlədir. D-də deyir, hamının sevindiyindən qol-qanad açdığı gün idi. Gün idi, necə gün idi? Hamının sevindiyindən qol-qanad açdığı təyin fe'li sifətlə ifadə olunub. Özdə fe'li sifət tərkibi ilə yoxdur burada həqiqətən də mübtəda. Baş üzvlərdən yalnız xəbər var. Y-də deyir, başqasına aid olan işə qarışmazlar. Burada da mübtəda yoxdur. Ümumi şəxsli cümlədir. Yəni düz yazıb. 40-cıya baxırıq. Nə deyir? Aşağıdakı hansı nümunələrdə ismi müxtəlif hallarında olan əvəzliklər həm də ismi əvəz etmişdir. 1, 3, 5 yazıb. İnanaram qüdrətinə mən əvəzliyi şəxs əvəz edir, ismi əvəz eləyir. Onun dırnağına onun şəxs əvəz edir, yəlik hal şəkilsi ilə işlənib. Bir doğrudur, 3 yazıb tələb edirdi ki, onu həmin kəndə göndərsin. Burada 2 əvəzlik var. Onu təsirli hal şəkilsi qəbul edib və şəxs əvəzliydi, ismi əvəz edib. Həmin kənd hansı kənd sifət əvəz eləyib. Cümlədə də təyin rolundadır. Bu yanlışdır. 1 olan doğrudur. 3 olan yanlışdırsa D variantı qaldı. 4-5-ə baxaq. İndi Ziba hər axşam onun yanına gəlir. Onun yəlik hal ismi əvəz edib. Ona bir çox şeylər, ona yönlük hal ismi əvəz edib. Hər təyin əvəzlikdir. O heç. Biz onun və onaya baxırıq. Müxtəlif hallarda da ismi əvəz edib. 4 var. 5-də təkcə mən deyiləm üstünə mail. Mən əvəzlikdir. Şəxs əvəz edib, ismi əvəz edib. Göz dikibdir. Tamam. Qarabağ sənə yönlük halda olan şəxs əvəzliyi var. Bəli, həqiqətən cavab deyil. Bu günkü bu izahlardan dil qaydanın izahı birinci videodadır. Növbəti videolarda isə mətn testlərinin izahını verəcəm. Sağ olun. Növbəti dərsdə görüşənədək.